Salam, OTK 20 sınaq. Sınaq 1, 9-cu sinif. İlk sualı belədir. Ədəd oxunda hər birinin kəsri hissəsi 0,7 olan A və B ədədləri nöqtə ilə qeyd olunub. Bəli, A burada qeyd olunub. -3 ilə -4 arasında. B isə burada qeyd olunub 2 ilə 3 arasında. Bizə deyir ki, A üstəgələ B cəmini tapın. Öncə bilməliyik ki, kəsr hissəni tapan zaman kəsr hissə bərabərdir ədəd çıxılsın tam hissə düsturundan istifadə edirik. İndi bu 2 ilə 3 arasında olan ədəd 2,7-dir. Müsbət ədədlərin tam hissəsi elə onların oxuduğumuz kimi 2 tam hissəsinə bərabərdir. Kəsr hissəni tapan zaman 2,7 ədədin özüdür. Çıxırıq tam hissənin içini, alınır 0,7. Bəli, kəsr hissəsi 0,7 olan A ilə B arasında yerləşən ədədlərin A ilə B-nin cəmini soruşursa, B-ni tapdıq. B-miz neçə oldu? 2,7. A-nı tapan zaman elə düşünməliyik ki, -3 ilə -4 arasında və kəsr hissəsi 0,7 olan ədəd təbii ki, -3,3-dür. Çünki biz bilirik ki, mənfilərdə tam hissəni tapan zaman bir vahid böyük götürürük. Yəni, bunun tam hissəsi əslində -4-dür. Eyni düsturla gedirik. Kəsr hissə bərabərdir. Ədəd çıxılsın tam hissə. Ədədimiz -3,3 çıxılsın -4. 2 dənə mənfi, cüt sayda mənfi müsbətə çevrilir. -3,3-ün üstünə 4 gəndə 0,7. Deməli, A-mız oldu -3,3, B-miz oldu 2,7. A üstəgələ B cəmini soruşduğu üçün -3,3 üstəgələ 2,7 bərabərdir -0,6. Salam, hər vaxtınız xeyirli olsun. OTK sınağı 1, 2-ci sual. 1,2 bölünsün 0,2 üstəgələ 1,22 bölünsün 0,2 üstəgələ 26 bölünsün 1,444 dövr edir. Deməli, biz bilirik ki, aşağıda vergüldən sonra neçə dənə ədəd varsa, yuxarıda da vergüldən sonra o qədər olmalıdır. Baxın, 1, 0 qırmızı rəngdə yazdım, artırdıq. 120-ni 2-yə böldük. Sonra burada vergül sayı eyni olduğuna 122-ni 2-yə böldük. Burada isə dövrü bir tam dövrdə 4 şəklində yazdıq və 120-ni 2-yə böləndə 60, 122-ni 2-yə böləndə 61, 26-nı bu dövrə açırıq. 1,9-da 4-ə böləcəyik. 60 üstünə 61 gəndə 121, 26-nı 9-da 13 hardan aldıq, çevirdik. 9-u 1-ə vurduq, 9 üstünə 4 gəldik, 13. Artıq sadəcə bu kəsri hesablamaq qalıbdır. 26 bölünsün 9-da 13, kəsrləri bölən zaman tərs çevrilib vurulur. 26 ilə 13 ixtisar gedir, 2 vur 9, 18. 121 üstə 18 bərabərdir, 139. Və OTK sınağının 3-cü sualı. A bərabərdir M kubu, N kvadratı, P üstü 6, Z üstü 10. B də bərabərdir M kubu, vurulsun N, P kubu, bir də vurulsun T üstü 6. Deyir, əbob AB-ni tap. Biz bilirik ki, əbob nədir? Ən böyük ortaq bölən. Yəni, əbob deyəndə ortaqların götürürük. M kubu, M kubu. Ortağı nədir? Yenə də M kubu. A ilə B-nin ortağı M kubudur. N kvadratı N, ortağı hər birinin tərkibində N var. Bir də P üstü 6, P kubu. Biz bilirik ki, əkoblu bu tiplərdə seçəndə böyüyün götürürük. Əbobu kiçiyin götürürük. Baxmayaraq, əbobun adı ən böyük ortaq böləndə, amma açar sözlərində bilirik ki, aradakı fərqdə ən kiçiyin götürürük. Bu Z üstü 10-dur, bu T üstü 6-dır. Bunlar ümumiyyətlə ortaq deyirlər. Əbobu tapdıq, ortaq. M kubu, P kubu, bir də baxın, M kubu, N kvadratı, bir də P kubu, P6. Deməli, əbobumuz ortaq olanlar M kubu vurulsun, P kubu vurulsun, N.